Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Bank Respublika Arenadayıq. Misli Premier Ligasında 12-ci turun oyunları davam edir və sabah Şamaxı matçı ilə qarşınızdayıq. Turnir cədvəlində hazırda 4-cü pillədə olan Sabah və 8-ci yerdə qərarlaşan Şamaxı komandalarının qarşılaşması. Gözəl hava şəraiti var. Futbol oynamaq üçün belə demək mümkünsə bundan yaxşı ola bilməzdi. Beləliklə, Kamran bəy Rəhimov startı səsləndirdi və Sabah Şamaxı maçı start götürdü. Top meydanın mərkəzindən oyuna ev sahibi Sabah futbolçuları daxil etdilər. Rüfət keçir rəqibi, təhlükəli gəldi Şamaxı komandası. Rüfət Abbas ondan ötürü və Şuaybu topu qapıdan keçirə bilmir. İlk təhlükə Şamaxıdan gəldi. Baxırıq və burada Amin Seydiyev top meydandan çıxara bilmədi. Rüfət Abbasov qarşısında boşluq var idi və yaxşı da ötürmə etmişdi, amma Şuaybu və təzyiqlə topu da ələ keçirdilər. Rüfət Abbasov. Rüfət irəliyir. Rüfət qapıya baxır. Özü zərbə endirir. Top qapıdan alı keçdi. Amma qapçının toxunuş var, bəli. Qapçının haqqını verək Stas Pakatilov. Və təhlükəli bir zərbə. Və Pakatilov barmaqlarının ucu ilə topa toxunur. Apolinario Rüfət istiqamətinə. Rüfət Amin mübarizəsi. Rüfətdən ötürü cərbə meydançasına. Qapçı vaxtında çıxdı. Və Şuaybu topa zərbə endirmək istərkən qapçıya qarşı kobudluq edir. Qapçıya zərbə endirdi. Epizodun təkrarına. Ötürmə etməyə macal tapdı burada Rüfət və Pakatilov vaxtında məsafəni daraltdı. İrəli çıxdı. Təzyiq edir Maluda. Maluda cərbə meydançasına zərbə endirir. Qapçı yerindədir. Ricardo Fernandez topu götürür. Çərçivə gedən daha bir zərbə. Puxaç var burada. Puxaç. Cərbə meydançasına hava ötürməsi qapçı. Ricardo Fernandez çətinlik çəkmədən topu götürdü. Balavdan qapı qarşıda ötürmə, başla zərbə Rüfət Abbasovdan, amma qapçı Stas Pakatilov topu götürdü. Zərbə də o qədər də qüvvətli alınmadı. Gün zərbəsi yerinə yetirəcəklər. Az əvvəlki epizodun təkrarına bir daha baxırıq. Bax budur, bax bu epizodda Amin Seydiyevdən keçdi top. Rüfət Abbasov başla zərbə endirdi. Amma ötürmə gəldi Apolinario və Umar Rahman Əliyev topu uzaqlaşdırır təhlükəli zonadan. Özü 3 penalti vurub. Heç şey yoxdur. Bəli. Maluda yaxşı paslaşdılar. Simic qarşısı boşdu, irəliyir. Simic təhlükəli gəldi Sabah komandası. Simic kimi ötürsün? Ötürmə Xəyala. Xəyaldan qapı qarşısına. Zərbə olacaq mı? Puxaç. Puxaçdan ötürmə və top qapının üstündən keçir. Toxunuş da var. Bax, bunu nəzərdə tuturam. Çox yaxşı çıxdılar. Və burada Xəyalın ötürməsi, sadəcə top elə zonaya getdi ki, artıq oradan zərbə indirmək bir qədər çətin idi. Ötürmə etdi Puxaç. Yerli ötürmə bu dəfə. Mikel zərbə qapçı. Ricardo Fernandez. Əla oynadı qapçı. Hava ötürməsi gözlənilən bir məqamda yerli ötürmə gəldi. Və Mikel hava ötürməsi. Başla zərbə olmalı. Son anda Cesar Enrique müdaxilədir. Artıq Solvet zərbə endirməyə hazır idi, amma Cesar Enrique qabaqladı rəqibi. Və Kamran bəy Rəhimov birinci hissənin başa çatdığını bildirir beləliklə. İkinci hissə başladı görüşdə. Qapçı ilə üzbəüz. Puxaç zərbə edir Stas Pakatilov. Yaxşı oynayır Sabahın qapçısı. Qapçı. Yaxşı oynayır, komandasını qoldan xilas edir Stas Pakatilov. Küncdən zərbə yerinə yetiriləcək.
Şuaybudan Cinaha Rüfət. Rüfətdən qapı qarşısına qapıcı Stas Bakaytilov topu götürür. Təhlükəli ola bilər bu hücum. Apollinario müdaxilə etdi Umar Rəhmanəliyev. Ondan ötürmə. Maluda. Sabah hücumdadır. Maluda. Amin top istəyir. Amin Seydiyevdən qapı qarşısı göndərilən top. Puxa çalınmadı. Lepinitsa zərbə endirir. Girək. Hücum davam edir. Maluda topa nəzarət itirdi. Bir daha baxaq epizodun təkrarına. Bax budur. Ricardo Fernandes. Sadəcə baxışlarla seyr edir. Lepinitsa'nın zərbəsindən sonra top qapı dirəyinə dəydi. Rəhman ehtiyatdadır. Mikels meydanda. Ötürmə cərimə meydançasına. Qapıcı topu götürür. Stas Bakaytilov. Fit verildi. Qapıya zərbə yerlə. Kaim Paris'ten qeyri dəqiq. Ötürmə Kaim Paris'e çatabiləcəkmi? Çatdı Kaim Paris. Ötürmə qapı qarşısına. Qapıya zərbə. Tərs vuruş Sevinçdən. Top ayağına yaxşı oturmadı. Cərimə meydançası ötürmə Mikels. Mikels zərbə və qapıcı. Küncdən zərbə yerinə yetiriləcək. Umar Ali Rəhmanəliyev. Penaltı səslənir. Kamran bəy Rəhimov penaltı səsləndirir tamaşaçılar. Beləliklə 12-ci turun Sabah Şamaxı maçında qalib müəyyənləşmir. 0-0 hesabla heç-heçə.